Salam dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşanmamış yetkinlər. Bugün Azərbaycanlıların yaratdığı bir çirkinədir mən. Gözlərim zadım, rəngi zad, ruhu zad qarışmış. Azərbaycanlıların yaratmış olduğu 85 Game Studio'nun yaratmış olduğu bir oyunu test edirik. Heç bacarmıram da bu YouTube şeylərini. Nəysə, getdik. Yeni oyuna basıram. 3, 2, 1. Bastım. Nə deyir? Məsləhət, silahınızı, nəsə bir şey yazmış. Davam etmək üçün ekrana toxunun. Koroğlu 29 fevral 2020. Atsana qədər bir çay içim. Həmişə kimi adi bir gün idi. O yenə dərsə gecikirdi və artıq metrodakı sıxlıqdan bezmişdi. Hayda, yenə yatdığım üçün gecikəcəm. Artıda pul vurmaq lazım deyə. Nə qədər növbə var burada. Keşke NFC sistemi olaydı. NFC sistemi gəldi. Qaqaşın səsi çox pisdir. Heç bəyənmədim. Dərnəqib qatarı. Yolumuza baxın da. Qatardan çıxmağı bacarmırsınız? Qatardan çıxmağı bacarmırsınız? Bu nə Ayda, bu cümlələrdir? qatarda qaçırtdım. Qaçırtdım, çığını Bir gün adam deməmək kimi üçün bu qatara qaqam. minə bilmədim də. Qaqaşın ləhcəsi çox pisdir. Yəni cümlələr çox pis yazılıbdır. Bu game yaradanlar həqiqətən bu copywriting temalarına skriptlərə da. Bu da rahat minəcəm. Bu nədir? Yusuf özvə gəl, özvə gəl. Biraz Sadəcə yuxuda özvə gəl. Üzürlü sayın Biraz- polisim, amma bu mənə daha çox lazımdır. inandırıcı ola bilər deyə. Çox inandırıcısızdır bu dəqiqə. Amma yəni şey möhtəşəmdir. Təşəkkürlər. Kadrlar möhtəşəmdir. Silahım var mı? Hanı bəs silahımı niyə görmürəm? Nədir? O. Öyle. Silahını. Hərəkət etmək çətindir o. Ölməli idim mən çoxdancı. Silahım hanı? Qaçaq bəlkə. Nədir? Bəs polis əmridən bayaq silah aldın. Hanı indi o silah? Kardeş. Görəcəm nə deyəsən. Canım orada görsənir. Görsənmir. Hə, daha da qızarıram. Ay kardeş, bir şey elə də. O. Silah. Təkrar oyna. Polis əmridən silahı götürəcəm deyir, götürmür. Gərək mən götürüm. Götürək. Polis əməkdaşının silahını götürün. Necə götürüm? Üstünə gələndə niyə götürmürsən? Mən niyə incidirsən? Bu sağa sola hərəkət edən bu Call of Duty-də şey idi. Bu səndən bir yerdə məsələn ekranın sol tərəfinə toxunurdunsa, hardan toxunsan oradan gəlirdi. Burada imeyini bir nöqtəyə sadəcə toxunmalıyam. O adamı incidir biraz. Ayda, oxu gətirməlisən ki, burada şey alınsın. Götürməyə. Bunun üstündən keçəndə götürtdür də. Mənə niyə incidirsən? Bu UX-i niyə fikirləşmirsiniz qardaşlar? Dəyərli 85 Games yaradıcıları. Başqa nə var burada? Fanarı da götürmək istəyirəmsə belə eləməliyəm. Yordu biraz. Bu nədir? Yəqin şeydir. Güllədir. Nə yazılıb? Alındı 900 mm-lik mərmilər. Mərmilər yazılıb özdə. Mərmilər. Alındı batareya. Bu nöqtə vergi, yəni konkret 85 Game Studio'ya səslənirəm. Kardeş, bir dənə copywriter alın. Çox baha deyil, Allah haqqı. Yəni freelance taparsınız yəni 300, 400, 500 manata. Nəm ya da iş başına pul verin, bir şey eləyin artıq. Atışın. Məncə hər şeyi götürdük. Bu nədir? Bu nədir? Bu bayaqdan gözümə. Mən bayaq zombidən qaçanda bunun dalınca qaçırdım ki, bunun nədirsə götürəcəm bunu. Bu nədir? Başa düşmədim. Başa düşdünüzsə siz deyin. Şama da oxşuyur biraz. İşıq saçmaq zad, amma
Şamın nə işi var burada? Bu nədir? Baxaq görək kimdir bu. Tanış gəlir. Yoxsa gəlmir. Geri qoy, oxu. Oxu. Məşədi Əzizbəyov. Əbşeron Salyan Quba. Koroğlu'nun köhnə adı. Okey. Fırladaq. Necə fırladırıq? R ilə fırlat deyir. Nə ilə fırlat deyir? R ilə. Sağ tərəfdən. Abşeron Salyan Quba. Tamam, anlaşıldı. Bu nədir? Oxlara basanda, sumkamda başqa nə varsa onu götürür yəqin ki. Fanarım var, okey. Başqa nəyim var? Nəsə, indi Koti zombi cumacaq deyə onun üstünə gələcəyik yəqin ki. Açaq. Qapı bağlıdır. Kilidi açmaq üçün açarı tapın. Deyir, indi cibindən tapdım açarı. Çalış ki, açarı itirməyəsən. Nə oldu, nə tez oyun başlayan kimi açarımı itirdim. Aha. Burada bir... Eləmə də, eləmə. Öldü. Az oradasan. Nədir? Niyə ölmür bu? Mən neçədən gülləmi xərcləməliyəm ki, bu düdük ölsün. Mı? Nə qaçıram ya? Dayan görə, görməyəm səni. Aha. Başından vuracam. Bax, mən bunu indi yuxarı tərpədib necə silahla vurum? Allah ki, gülləm qutarıb. Yəni, mən bu dəfə də ölmək istəm. 9 mm-lik mərmilər. Öldük. Artıq sən də bizdən birisən. Qoca zombi. Zombi dayı. Bu arada bu oyuna 3 ya 4 dollar pul vermişəm. 4 dollar pul vermişəm bu oyuna. Baxaq. Yəni, məsələn, sol tərəfdə də mərmi, güllə vuran yer olmalıydı ki, çünki mən məsələn sağ tərəfdən kameranı hərəkət eləyəndə bir sağ barmağımla hərəkət elətdirib necə bir tərəfdən də sağ barmağımla bunu vurum. Dəyərli 85 Games yaradıcıları, polis əməkdaşının silahını götürək. 9 mm-lik mərmiləri də götürək. Fanarı da götürək təzdən. Sonrasa öldüyüm yerdən saxlat bunları təzdən mən yığmadan. Heç bəyəm, nədir? Bateriya, Okey, bax, dala gedirəm. Hardan gəlmişdi o taxtabaş? Ya, bu dəfə qaçacam. Bu dəfə qaçacam ki, qaçmaq da çətindir. Biraz qaçacam. Sonra arxaya çönüb, nişan alıb, alnından vuracam. Aha, ilk dəfə birini öldürdük. Bakı zombisi. Bir də mərmim qutarandan sonra bu nə idi bu? Recharge eləmək. Azərbaycan dilində nə deyib bilmirəm. Gülləni dəyişdirmək, mərmini dəyişdirmək, avtomatik eləsə məncə yaxşı olar deyə. Yaxşı. Okey. Sürücü dayı. Orada dayanır bu. Biz ekran ışığını artıraq. Məni çəkməyə davam et. Bir daha bunu düzəldək. Center eləməyək. Excuse-moi. Yaxşı, burada kimsə ölüb. Girə bilirik, qatarın içinə girə bilmirik. Buradan da girə bilmirik. Think Digital Masterclass 85 Games Lorem Ipsum Dolor Cons. Bunu da Lorem Ipsum saxlamazsınız da. Gənclər, gənclər. Copywriter alın. Allah haqqı, mənlə əlaqə saxlayın, mən sizə copywriter tapım bir dənə. Lorem Ipsum bunu saxlamazsan. We are creative agency. We open at 10 AM.
Okey, ingiliscə yazmaq istəmisiniz, amma 10 AM yazmazdım mən. Yenə copywriting issue'larını görürük. Aha, gəlir. Bu Yusif məsələn oyun əvvəlində hekayədə danışdı, amma oyun əsnasında heç danışmadı. Məsələn, o biraz incitdi məni. Yəni burada niyə səslər çıxarmır məsələn Yusif əmi? Öldü nə? Canım necədir görəsən? Gəlir, geri qayıdır görəsən? Ya bu lığının bu tərəfdən olmağı mənə həqiqətən narahat elədi də. Girək Dərnəgil qatarı nə göstərir? Aha, Yusif danış da, Yusif. Denən ki, bu sağa gedim, sola gedim. Düzdür, bu sadəcə Azərbaycanlılar üçün oyun deyil, amma yenə də, yəni məsələn, xarici oyunu oynayanda necə oynayırıq? Məsələn, ingiliscə bilməsəydi, altdan bir alt yazı türkcə çıxır. Başa düşsən ki, gərək sola gedim, məsələn. Burada da deməlidir ki, Yusif ki, ayda, neyniyim görəsən, hara gedim zat? Çıxış yoxdur. Çıxış yoxdur. Biz burada açarımızı axtarırıq, düzdür? Dərnəgil qatarı, qəşəng. Həqiqətən, amma qrafikalar qəşəngdir, I like it. Eyni şeyi yaradıblar, yəni halal olsun gənclərimizə, Azərbaycan gənclərinə. Dəstək olmaq lazımdır. Azərbaycan gənclərinə dəstək olun ki, copywriter götürsünlər işə. Və Yusifin səsini dəyişsinlər. It's 9 o'clock. Təşəkkürlər MacBook. Gəzdik buranda. Nə deyir? Aha, dayan. Bu inşallah mənim getməli olduğum yeri göstərirdir. Ümid edirəm ki. Get qutarmır. Həqiqətən real həyatdakı kimi öyrənmisiniz. Halal olsun. O buradan qatarda da belə deyirsən bu tərəfdən o tərəfə keçim. Camaat necə belə eşşək kimi baxırsa, adam da burada belə dilxor olur. Anxiety atakı tutur adamın ki, bu başdan o başa. Allahım qorxdum, lənətə gəlsin. Bir dəfəyə? Yox, öldürmərəm. Hardasan az? Bir dəfəyə. Deməli, bunu harasındansa vurmaq lazım imiş ki, bu ölsün. Nə deməli? Ala ölməyib, Allah. Şərəfsiz. Bax, haradasan, ha? Biraz yüngül. Gec ölürsünüz, az zombilər. Öl, qutar da, dayda, ay Allah. 4 dənə gülləyə ölməliysən, axsən. Biz görmürəm, mən mi gözlərim kördür, yoxsa? Bir də bu can... Ay can, necə gəlir? Yəqin qırmızı çoxaldıqca canım çox azdır. Qantər içində qalanda ölürəmmiş kimi olur. Qantər gedəndə qanteli götürürsən. Gedirsən insanların üstünə. Aha, deyir bura get. Bu işarələri kim çəkib görəsən? Bunun bir mənası olacaq görəsən. Qapı bağlıdır, 2 yazmaq üçün açar lazım. Bax, ikinci açardı itirirəm. Üçüncüdə mənə saxlamaq olmayacaq burada. Okey, mən bu arada möhtəşəm bir gamer deyiləm, onu da deyim sizə. Düz oyun videonun ortasında deyirəm. Yəni, çox belə dəhşət oyun oynamamışam indiyə kimi. PlayStation'ım var. Spider-Man oynamışam təkcə. Bir də Call of Duty oynamışam bir dəfə. Bir də Witcher oynamışam əvvəllər. Telefonda da yəni ərgənlikdə biraz universitet vaxtı falan çox oynayırdım oyunlar. Da telefonda zaten, amma heç vaxt belə PC-də falan, yəni bir gamer deyiləm, onu indidən deyim. Yəni mənim oyun sürətim falan çox zəifdir. Yəni mən mal kimiyəm biraz o cəhətdən. Çox gec tapıram. Yaxşı, indi bəs açarı hardan taparıq? Bu
Mən qan tər içində qaldım. Görürsən mən burada yaxşılaşdıracaq bir şey var, heç olmasa. Güzgül şeyimiz var. 7 mi? Ha, 26 güllə burada yazılmış. Okey, bunu indi gördüm. Bu nədir? 26 güllə. Fanarı yandıraq, fanarı bir yandıraq. Hanı fanar? Ey. Aha. Fanarımız yandı. Nə axtarırıq? Açar axtarırıq. Kardeş, bir ipucu zat qoymamısınız açar üçün. Mən bu əslində oyunu bir şeydə Twitch-də zad açıb oynamalıydım ki, chat danışardı. Mal kimi elə reaksiyon videosu. Chat, nə deyirsən chat? Sən zarda da açar. Yenə bu qatarın da o bir başına kimi getməyə də axot yoxdur Allah. Ha, yuxarıda nəfəsimiz görünür ki, nəfəsimiz az qalıb. Heç nə bilirəm ki, oyunu uzatmaq üçün bu birisi tərəfə qoymuşsunuzdur açarı. Açar kimdə ola bilər? Açar sözüdədir. Açar kimdə ola bilər? Bəlkə polisdə zaddaydı, hə, açar. Ya da maşinistdə də ola bilər. Qabaqda ölmüş bir dayı var idi. Onda ola bilər. Tamam, gedə baxaq. Biz buralara da baxmadım əslində mən. Amma kardeş, sıfır kulu da, yəni heç bir ipucu falan. Aha, orada nəsə yanıb sönür, görürsünüz? Nəsə o görürsən? Kimdir? Dayı, açar səndədir. Dayı deyil, qaqaşdı, Allah rəhmət eləsin. Məncə bu digər çıxışdı, yoxsa elə həmin yox, məncə bu başqa çıxışdı. Yox, eyni çıxışdı. Polis dayı buradadır. Dayı açar səndədir. Ay rəis, rəis. Rəis. Açar, yoxdur. Çölə qayıtmaq yəqin kimi şey deyil. Bir dəqiqə, bu çıxışdan girib ha bura. Hə, giriş buradadır, terminallar buradadır. Bunlar heç. Burada məncə açar istəyirdi, düzdür. Üçüncü açar da istəyirsən, ha, bax. Və mən hələ bir açar belə tapmamışam. Burada, gedək görə burada nə var? Tullanmağı hələ indi tapdım, değil mi? Hə, bax, bu dayını deyirdim. Bu dayıda açar ola bilərmi? Dayı, düz otur. Açar yoxdur. Dayanın, gənclər, dayanın. Əməlli... Canım burada solda aşağıda yazılıbmış, heç görməmişəm. Bir də burada Zaryatka yazılıbdır, bu nədir? Bu kötəyin arxasına keçə bilərik görəsən, o da başım ağrı deyə. Aha. Hara kimi gedə bilirik? Gedə bilmirik. Okey. Burada dayan deyir. Yaxşı, dayandım. Kardeş, ver də bir şey ver, bir clue ver də. Ara baxmalıyam mən görəsən. Yəni mən düzdür bu oyunla bağlı heç nəyi araşdırmamışam bu dəqiqə. Sıfırdan oynayıram. Heç bir fikrim yox idi ona görə. Bir dənə bilirdim ki, metroda keçir. Heç nə də. Tapmadıq. Allah ki, tapmadıq. Bu videonu burada bitirsəm, biabırçılıqda. Aha, çıxdım çölə. Hə. Yenə gedib eyni yerə çıxsam bir şüvənlik salacam axı mən. Aha. Oradasın ha. Təkrar oyna nədir? Bax, sıfırdan başlatma mənə, kardeş. Harada qalmışamsa oradan başlat.
Təzədən mən polisin şeyini götürmək istəmirəm, tapancasını zadını. Davam etmək üçün ekrana toxun. Aferin. Aferin, aferin. Başlatmadı. Halal olsun. Allah bəlanı versin. Eyni yerdə yenə qorxutdun məni, şərəfsiz. Öl köpək. Hadi öl tutar. Hayda. Bu gülləni özü dəyişməliydi. Mənə incitdi. Olur. Yine öldüm, lənət olsun. Yaxşı, siz gözləyin. Oyunun çətinliyini zad da seçmədik. Heç olmazsa biraz rahat olardı. Bir gülləyə ölərdi zad da. Biraz zombi öldürmək adamı incidir axı. Yəni spesifik bir şeylər elə də qardaş. Biz zombi öldürmək üçün Liboy oyuna girib öldürə bilərik. Sizə özdə durub orada o duranlar olur. O qıraqda imindi bunun dayandığı yerdə. Bir də elə durur ki, ikinci adam da yerləşmir ora. Şərəfsiz də onlardan biri deyəsən. Bir də xahiş edirəm, bax burada dayananda əziz metro istifadəçiləri, bax burada çox kilolusunuzsa, çox gömbulsuzsa burada dayanmayın da. Burada ikinci adam yerləşmir. Biraz yəni bir kütlə şeysi qoyaq bura bir. Məsələn kişilər üçün bir 90-80 kilo, qadınlar üçün də bir 75-80 kilo qoyaq ki, yəni buradan 2 nəfər rahat yerləşsin də. Mən bura girib bura dirənməyim də, bura başa düşdünüz? Yəni prosta deyirəm, bunu ağızda saxlayın. Burada ikinci cındır da çıxacaq. Düz üstürəm, ağız ifadəmi pozduğuma görə bayaq çox pis qorxutdum məni. Hardasən hə? Köpək. Bax indi belə gedəcəm, arxadan gələcək. Arxadan getsəydim, daldan gələsiydi. Yaxşı, belə gedəcəm lan. Gülləm də var. Bax, 7 gülləyə ölməsən. Aha. Oradan gəlir bu. Gebər pislik. Yusif heç danışmır və Yusifin danışmamağı mənə narahat edir. Yusuf, reaksiya ver də kardeş. Bir də bu şeyi tutanmadım. Fanarla tapanca arası necədir? Okey. İndi belə eləsəm tapanca gəlir. Gəlirmiş. Sol basanda tapanca gəlir. Sağa basanda da şey gəlir. Ala milyonları neynəmisiniz hə? Milyonlara dəyməzdiniz də. Bakı kartaya olsa NFC-ni ödəmək olur. Bunun da qışdağını qaldırıblar burada. Nə yazılıb? Getmə, dayan, gözər, aç. Qapı bağlıdır, kilid üçün açar lazımdır. Kardeş, hanı bu açarlar da? Buradan ara kimi gedə bilirik biz. Hara girik. Qapılar da bağlanıb, içəridə qalmışıq. Yox, qardaş, bəsdir. Mən yarım saatdır bu oyunu oynayıram. Hardasa 20 dəqiqədir falan. Və mən hələ də açarımı tapa bilməmişəm. Açarımı itirmişəm. Yaxşı, bir 5 dəqiqədə axtaracam. Tapmasam bir başqa söhbət edəcəm. Bu kimdir? Aha, bu səndə olmalıdır da açar. Hanı sənin açarın? Bəlkə o öldürdüklərimdə idi açar. Heç onlara da baxmadım mən. Bunun açarı hanı? Yoxdur. Fanar da biraz qəribədir. Yalan deyindim yenə. Görək bura keçə bilirikmi? Keçə bilmirik. Hə, açar lazımdır, məntiqlidir. Sən görevli deyilsən, qardaş. Sənin üstündə nə yazılıb? Heç nə yazılmayıb. Yox deyə açar. Gəlin ölənlərə baxın. Yəni, ən yaxşı ölənlər. Ölənlə ölünməz. Axırıncını harada öldürmüşdüm? Və bu iddia diyorsun. Ha.
Yaxşı, okey, bu mən tapa bilmədim açarı allaq. X yazıb. Yaxşı, burada dayanıq. Niyə bura X yazmısan? Burada bir şey mi var? Başa burada elə zombi çıxacaq deyə X qoyublar. Getmə, bura gəl zat. Bunları kim yazıb görürsən? Zombilər yoxsa adamlar? Yoxsa Azərbaycan xalqı? Ya burada okey. Aha. Bu nə deyir? 16-cı əsrin sonu Rövşən. Aa, Korogli. Okey. Yaxşı da oxuduq. Bu nədir? Maşinist olan vaqona get. Bizi qurtar. Maşinist olan vaqona get, bizi qurtar. Tamam, qurtarım. Maşinist olan vaqona getdim, qardaş. Açarım yox idi orada. Heç bir yerə girəmirəm özdə açarı yoxdur deyə. İşığı zadda güp bullalıblar. Bax, gedirəm, yaxşı, təzən gəlirəm maşinistin yanına. Son 2 dəqiqə verəcəm bu oyuna. Mənim 6-7 manatım bir dəqiqə bu açarın əlindədir. Tapdım bu açarı. Yoxsa çox pis olacaq. Yox deyə, açar yoxdur. Yox, gənclər ki, səbrim tükəndi. Məsələn, bu Azərbaycan oyunu olmasaydı, bir xarici oyunu olsaydı, mən buna verdiyim pula əsəbləşərdim. Ya da müəllik deyil, bəlkə siz tapa bilərsinizsə, tapın. Deyin mənə ki, açar oradadır. Gedim, mən də götürüm açarımı. Bu fanar yanır bir dəqiqə güya. Yox, tapa bilmədim. Nəysə, siz rəylərdə yazın, görün bu oyun haqqında nə fikirləşirsiniz, bəyəndinizmi, açar harda ola bilər. Əgər bu video çox bəyənilsə, növbəti oyunu Twitch-də açar. Twitch kanalı açmıyor özümə bir dənə. Girim Twitch-də qəşəng bir yerdə oynayaq. Tapmadım, həqiqətən tapmadım. Dərnəgül qatarında azdım. Belə. Sağ olun, videomu bəyənin, like atın, abunə olun falan filan. Özünüz bilirsiniz. Sağ olun.